Hər kəsə, həm öz hazırlığımızda olan sertifikasiya və miqə hazırlaşan müəllimlərə, abituriyentlərimizə, həmçinin də YouTube'dan bu videonu izləyəcək olan izləyicilərimizə bu gün sizinlə bir yerdə iqtisadi coğrafi rayonlara baxacağıq. Bilirəm ki, bir çoxumuzun əziyyət çəkdiyi bir mövzudur. Çalışacağım ki, bu mövzunu bu gün rahat bir hara gətirək, əsas məsələləri vurğulayaq. Ümumi olaraq Azərbaycanın həm iqtisadi rayonlarını təkrarlayaq, həm də Azərbaycanın iqtisadi rayonlarını ərazi bölgüsündə onun inzibati ərazi quruluşuna, sənayesinə, kənd təsərrüfatına aid, ümumilikdə Azərbaycanın iqtisadi coğrafiyasına aid əsas məlumatları vurğulayaq ki, testlərdə bu video bizə köməkçi olmuş olsun və biz bu videonu izlədikdən sonra artıq bu mövzular bizə daha rahat gəlsin. Elə isə başlayaq. Azərbaycan Respublikası 14 iqtisadi rayona bölünür. İlk başlayacağımız iqtisadi rayon Bakı iqtisadi rayonudur. Bakı iqtisadi rayon bir şəhərdən, yəni Bakı şəhərindən ibarətdir. Bakı iqtisadi rayonu Azərbaycan Respublikasının ərazisinə görə ən balaca iqtisadi rayonudur. Amma əhalisi ən çox olan iqtisadi rayondur. Belə ki, Bakı iqtisadi rayonunda 2.300.000-dən artıq əhali var. Bu da o deməkdir ki, Bakı iqtisadi rayonu eyni zamanda əhali sıxlığına görə də birincidir. Niyə? Çünki ən çox əhali bundadırsa, ən az ərazi bundadırsa, deməli avtomatik əhali sıxlığına görə də Bakı iqtisadi rayonu Azərbaycan Respublikasında birincidir. Bunu əhali sıxlığı xəritəsində də görə bilərsiniz. Azərbaycanın ki, ən tünd rəngdə göstərilən Bakı iqtisadi rayonudur. Bakı iqtisadi rayonunda təbii ki, bir şəhər, Respublika əhəmiyyətli şəhərimiz, paytaxtımız Bakı şəhəri yerləşir. Təbii ki, Bakı iqtisadi rayonu həm sənaye olaraq, həm elm olaraq, infrastruktur olaraq Azərbaycanın əsas mərkəzi hesab olunur. Bunun deməli ərazi vahidliyi olaraq bir şəhər dedik, Bakı şəhəri və Bakı şəhərinə tabe olan rayonlar ki var, 12 rayondan ibarətdir. Bunlar hansılardır? Nərimanov rayonu, Sabunçu, Xəzər rayonu, Suraxanı, Nizami, Nəsimi, Səbail, Xətai, Pirallahı, Binəqədi, Yasamal və Qaradağ rayonlarıdır ki, bunlar Bakının əsas rayonları hesab olunurlar. Bunlar hamısı da təbii ki, Bakı şəhərinə tabedir. Bakı iqtisadi rayonunda biz əvvəlcə əhalidən danışsaq, əhali dedik ki, həm sayına görə birincidir, həm də əhali sıxlığına görə birincidir. Eyni zamanda əhalinin milli tərkibinin də ən qarışıq olduğu iqtisadi rayon məhz Bakıdır. Yəni biz bilirik ki, Azərbaycanda yekcins iqtisadi rayonlar var və milli azıqların olduğu iqtisadi rayonlar var. Bu milli azıqların olduğu iqtisadi rayonlardan ən qarışıq olanı Bakıdır. Çünki adi məntiqlə fikirləşsək, Azərbaycanın bütün iqtisadi rayonlarından Bakıya axın var da, düzdürmü? Əhali gəlir. Əlbəttə ki, məsələn, Lənkəran, Astaradan Talışlar da gəlir Bakıya, Quba Xaçmazdan Tatlar da gəlir Bakıya, Şəki-Zaqataladan, Quba Xaçmazdan Ləzgilər, Avarlar, Udinlər də gəlir Bakıya və beləcə Bakı etnik baxımdan da ən qarışıq iqtisadi rayonumuz hesab olunur. Bakı iqtisadi rayonunun biz əhalisinin əsas iş sahələrinə baxdıqda xidmət sahəsində işləyən əhali çoxdur. Bir də ki, təbii ki, daha burada deməyə ehtiyac yoxdur ki, şəhər əhalisinin payı yüksəkdir. Çünki şəhərdən ibarətdir, urbanizasiya yüksəkdir. Bu belə. Bakı şəhərinin sənayesinə baxdıqda, birincisi Bakının enerjisinə baxdıqda, Bakıda təbii ki, yerli elektrik enerjisi istehsal olunur. Xüsusilə testlərdə bizə düşən Şimal diresi var. İstilik elektrik stansiyası bu Bakıda yerləşir. Amma burada olan yerli istilik elektrik stansiyaları enerjiyə olan tələbatı ödəmir. Çünki böyük şəhərdir, əhali çox, sənaye çox. Ona görə burada Mingəçevir su elektrik stansiyasında elektrikindən istifadə olunur Bakı iqtisadi rayonunda. Bundan başqa energetika sahəsini qoysaq, Bakıda təbii ki, yüngül sənaye, yeyinti, metallurgiya, maşınqayırma kimi demək olar Azərbaycanda mövcud olan bütün sənaye sahələri inkişaf etmişdir. Burada maşınqayırmada biz bilirik ki, Bakıda məişət kondisionerləri, soyuducular, transformatorlar, elektrik lampaları, elektrik avadanlıqları kimi bir çox məhsullar istehsal olunur. Bilirik ki, Bakı iqtisadi rayonu neft qaz hasilatı, onun emalı, neft kimya, neft maşınqayırması üzrə xüsusilə ixtisaslaşmışdır. Təbii ki, Bakı iqtisadi rayonunda əsas inkişaf neftin ətrafındadır. Niyə görə? Çünki Bakını şəhər kimi böyüdən, iqtisadi cəhətdən inkişaf elətdirən neft olmuşdu ilk dəfə. Ona görə də Bakı iqtisadi rayonunda kimya
xüsusilə neft kimya, maşın qayırmanın, xüsusilə neft maşın qayırması, neft avadanlıqlarının maşın qayırması kimi sahələr xüsusi inkişaf etmişdir. Bundan başqa Bakıda 2 dənə sənaye parkı var ki, bunları bilməlisiniz. Bunlardan biri Qaradağ, digəri de Pirallahı sənaye parklarıdır. Təbii ki, Azərbaycanın əsas universitetləri, əsas elm potensialı, əsas infrastruktur mərkəzi məhz Bakı İqtisadi rayonu hesab olunur. Kənd təsərrüfatına gəldikdə, Bakıda bitkiçilikdə biz adını çəkə bilərik quru subtropik meyvəçiliyin. Bunu da hər birimiz hər halda başa düşürük ki, Bakı ərazisi qışı mülayim keçən yarım səhra quruçuluq ərazisidir və Azərbaycanda ən az yağıntı düşən ərazilərindəndir, hətta ən az yağıntı düşən ərazisidir. Buna görə də ərazi quraq olduğuna görə burada quru subtropik meyvəçilik inkişaf etdirilir. Məsələn, əncir kimi. Bundan başqa ümumiyyətlə Bakıda əncir, püstə, badam, zeytunçuluq var, zəfərana görə ixtisaslaşır Bakı. Bax, bu bitkiçilik sahələri hesab olunur. Heyvandarlıqda Bakıda əsasən quşçuluqdur. Təbii ki, əsasən də broiler formasında. Bundan başqa südlü ətli maldarlıq var Bakıda. Həmçinin Bakı ətrafında biz adını çəkə bilərik ki, istixanalarda il ərzində bu Bakı İqtisadi rayonunun tərəvəzi olan tələbatı ödənilir. Eyni zamanda Bakı ərazisi üzümçülük ərazisidir, bostançılıq ərazisidir. Kənd təsərrüfatında bax bunlarla seçilir. Bundan başqa biz deyirdik ki, Bakı İqtisadi rayonunda bir sıra şirkətlər var. Məsələn, metal qırıntılarını istehsal edən Bakı Steel Company və yaxud da Bakı Azər Elektroterm şirkətləri var. Bundan başqa İsveçrə və Azərbaycanın birgə qurmuş olduğu Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan Holcim şirkəti var ki, bunlar məhz Bakı İqtisadi rayonuna düşür. Ərazi olaraq da təbii ki, bütün Azərbaycan nəqliyyatının demək olar başladığı yerdir. İstər bizim bütün neft kəmərlərimiz olsun, istər dəmir yollarımız olsun, istər avtomobil yollarımız olsun. Bunlar öz başlanğıcını məhz Bakı İqtisadi rayonuna, Bakı şəhərindən götürür. Eyni zamanda təbii ki, Bakı şəhərinin bilirik ki, Xəzərə çıxışı var və bura həmçinin Azərbaycanın ən böyük liman hesab olunur. Xəzərdən gedən əsas gəmilər Bakı şəhərindən çıxır. Eyni zamanda Azərbaycanın ən böyük hava limanı olan Heydər Əliyev hava limanı da məhz Bakı şəhərində yerləşir. Bax, bu bizim oldu Bakı İqtisadi rayonumuz. Turizmdə xüsusilə tarixi turizm daha geniş rol oynayır. Şirvanşahlar Sarayı, Qız Qalası, İçərişəhər ümumiyyətlə buna xüsusi imkan yaradan amillərdən hesab olunur. Daha sonra Bakı İqtisadi rayonundan sonra biz burada Abşeron Xızı İqtisadi rayonu görürük. Elə bunun adından biz burada başa düşürük ki, burada Xızı rayonu var. Bir də Abşeron rayonu var. Eyni zamanda burada bir şəhərimiz, Sumqayıt şəhərimiz də var. Deməli, nə oldu? Xızı rayonu, Abşeron rayonu və Sumqayıt şəhəri Abşeron Xızı İqtisadi rayonunu əmələ gətirdi. Burada Respublika əhəmiyyətli şəhər Sumqayıt şəhəridir. Bundan başqa burada xüsusi bir məlumat da verək ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhəridir. Bəzən testlərdə də düşür bu. Mərkəzi ilə özü belə dedi, eyni olmayan rayon. Məsələn, 3 dənədir ümumiyyətlə Azərbaycanda. Bunlardan biri də Abşerondur ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhəri hesab olunur. Burada urbanizasiyanın yenə yüksək olduğu ərazidir. Yəni, əhalinin əksəriyyətinin şəhərdə yaşadığı bir ərazidir. Burada artıq 580 min demək olar ki, əhali yaşayır. Bunların da əksəriyyəti təbii ki, Sumqayıt şəhəri və Xırdalan şəhərində yaşayır. Bir də burada bizim Masazır qəsəbəmiz var ki, bu da xüsusilə məşhurdur, böyük qəsəbəmiz hesab olunur. Burada əsas biz sənayesindən danışarkən Sumqayıtı xüsusilə vurğulayacağıq təbii ki. Niyə görə? Çünki Sumqayıt Azərbaycanın kimya paytaxtı hesab olunur. Əsas kimya müəssisələrimiz oradadır. Bir də həmçinin Sumqayıtda biz metallurgiyanın da adını çəkə bilirik. Əvvəlcə gəlin danışaq Sumqayıtın kimyasından. Belə ki, Sumqayıtda kimya sənaye parkı var ki, orada 30'a yaxın müəssisə var. Bu müəssisədən istehsal olunan məhsullar xarici ölkələrə, qonşularımız olan Rusiyaya, Türkiyəyə, hətta Qərbi Avropa ölkələrinə, məsələn Almaniyaya, Niderlanda, hətta Amerika qitəsinə belə, Amerika Birləşmiş Ştatları, Kanada, Braziliya kimi ölkələrə, Asiyada Çinə
ixrac olunur burada istehsal olunan məhsullar. Eyni zamanda Sumqayıtda Sumqayıt boru prokat zavodu var. Bu boru prokat zavodunda da təbii ki, əsas fəaliyyəti Azərbaycanın neft ölkəsi olmasına görədir ki, çünki o neft kəmərlərinin çəkilməsi üçün təbii ki, boru lazımdır. Burada da Sumqayıt boru prokat zavodu əvəzsiz rol oynayır. Həmçinin Sumqayıtda bilirik ki, alüminium istehsalı var. Belə ki, Azərbaycana daşkəsindən çıxarılan alüminium Gəncədə alüminium oksid alına salınır. Sumqayıtda isə ondan saf alüminium alınır ki, bu da Sumqayıt şəhərinin metallurgiyada əhəmiyyətli rol oynamasına gətirir, çıxarır. Bunun, yəni Abşeron Xızı İqtisadi rayonunun kənd təsərrüfatında yenə də Bakıda olduğu kimi südliyyət limandarlığıdır. Yenə də quşçuluğu var burada, təbii ki, broiler quşçuluğu əsasən. Yenə burada indi yadda saxlayırıq ki, yay və qış otlaqları var. Yəni Abşeron Xızı İqtisadi rayonunda təbii ki, biz bilirik ki, düzən ərazilər nə sayılır? Qış otlağı sayılır. Çünki heyvanlar qışda düzənə aparılır da, daha mülayim olan yerə iqlimi. Yayda isə dağa heyvan aparılır, daha sərin olan yerə. Burada Xızıda dağlıq ərazi var. Eyni zamanda da Abşeron Xızı İqtisadi rayonunda düzənli ərazilər olduğuna görə bura həm yay, həm də qış otlağı var. Buna görə də burada qoyunçuluq inkişaf elətdirilə bilir. Bundan başqa eyni Bakıda olduğu kimi burada da quru subtropik meyvəçilikdir. Yəni aydın məsələdir ki, ərazinin quraq olduğuna görə. Bundan başqa burada da yenə bostançılıq, tərəvətçilik kimi sahələr vardır. Turizm potensialında biz xüsusilə Altağac Milli Parkının adını çəkirik, hansı ki bu Xızı və Siyəzən rayonlarına düşür. Birisi əsas hissəsi də elə Xızıya düşür. Burada bir ki meşə landşaftı qorunur və bu meşələr də həmçinin turizm potensialı vardır. Bir də ki təbii ki buranın Xəzərə çıxışı var gördüyünüz kimi. Ümumiyyətlə Abşeron Xızı İqtisadi rayonunun Bakı İqtisadi rayonuna, Səlyan Şirvan, Dağlıq Şirvan və Quba Xaçmaz İqtisadi rayonlarına qonşuluğu, şərqdən isə Xəzər dənizinə çıxışı vardır. Önəmli nəqliyyat yollarının üzərində yerləşir. Belə ki, Bakıdan başlayan Bakı-Novorossiysk neft kəməri, Rusiyaya doğru gedən Bakı-Novorossiysk neft kəməri həm bu iqtisadi rayondan keçir. Həmçinin də Bakıdan Qubaya gedən və nəhayət Rusiya sərhədinə gedən Bakı-Quba avtomagistralı, eyni zamanda da Bakıdan Rusiyaya gedən dəmir yol xətti ki var. Bax, burada görürsünüz, ən sonunda Xaçmazdan keçir. Həmin dəmir yol xətti də, həmin magistral da yenə də deməli Abşeron Xızı İqtisadi rayonundan keçir mütləq ki. Buranın təbii ehtiyatlarından Abşeronda bilirsiniz ki, Hacıbəlli hökməli kvars kum yataqları var. Bundan başqa tikinti materialları təbii ki var. Neft, qaz kimi təbii ehtiyatlar var. Abşeron Xızı İqtisadi rayonunda. Və buranın əhalisi haqqında da onu deyə bilər ki, yekcins deyil. Burada milli azlığı var. Xüsusilə Xızı rayonunda tatlar bilirik ki, yaşayır. Bu da buranın əsas milli azlığı hesab olunur. Burada əhali sıxlığı xüsusilə Sumqayıt şəhərində və Xırdalan şəhərlərində təbii ki yüksəkdir. Hazırda Masazır qəsəbəsinə getdikcə yüksəlir. Xızı rayonunda isə əhali sıxlığı olduqca azdır. Nəinki bu iqtisadi rayonda, ümumiyyətlə Azərbaycanda Xızı rayonu seçilir buna görə. Əhali sıxlığı təbii ki dağlıq ərazi olduğuna görə əsasən əhali sıxlığı çox azdır Xızı rayonunda. Bax, bu oldu bizim Abşeron Xızı İqtisadi rayonumuz. Daha sonra biz burada keçirik Quba Xaçmaz İqtisadi rayonuna. Quba Xaçmaz İqtisadi rayonuna hara daxildir? Baxın, buradan Siyəzən rayonunu götürürük. Burada baxın Quba, Qusar, Xaçmaz və Şabran rayonları. Bu 5 rayon Quba Xaçmaz İqtisadi rayonuna əmələ gətirir. Respublika əhəmiyyətli şəhərləri yoxdur. 2 rayonun Xaçmaz və Qusar rayonlarının gördüyünüz kimi Rusiya ilə sərhəddi var. Burada hər ikisində də sərhəd keçid məntəqələri yerləşir. Xaçmaz rayonunda Yalama, Qusar rayonunda isə Samur sərhəd keçid məntəqələri yerləşir. Xəzərə çıxışı olanlar isə Xaçmaz, Şabran və Siyəzən rayonlarıdır. Gördüyünüz kimi Quba rayonunun nə Xəzərə, nə də Rusiyaya sərhəddi yoxdur. İqtisadi rayonun ən böyük ərazisinə görə ən böyük inzibati rayonu Quba rayonudur. Ümumiyyətlə Quba rayonu Azərbaycanda inzibati rayonlar içində ən böyüdür sahəsinə görə. Əvvəllər Kəlbəcər idi. Ağdərə yarandıqdan sonra artıq Quba hesab olunur. Bu iqtisadi rayonda əhalisinin sayına görə isə birinci yerdə Xaçmazdır. 180 mindən çox əhalisi var. Xaçmaz həm əhalisinin sıxlığına görə birincidir bu iqtisadi rayonda, həm də əhalisinin sıxlığına görə birincidir. Çünki ərazisi görürsünüz ki, o qədər böyük deyil, amma əhalisi çoxdur. Əhalisinin sayına görə isə Quba ikincidir. 170 mindən çoxdur əhalisi. Ən kiçik inzibati rayonun sahəsinə görə təbii ki Siyəzəndir. Bundan başqa əhalisinin sıxlığının azlığına görə isə Şabran rayonu
seçilir. Quba Xaçmaz iqtisadi rayonunda iqtisadi coğrafi mövqeyi əlverişlidir. Birincisi Xəzərə çıxışı var, ikincisi Rusiya ilə sərhəddi var, üçüncüsü əsas yolların üzərində yerləşir. Belə ki, Abşeron xızı üçün dediyimiz elə yenə də Bakı-Novorosiysk neft kəməri, Bakı-Quba avtomagistralları, həmçinin Bakıdan Rusiyaya gedən dəmir yolu məhz bu Quba Xaçmaz iqtisadi rayonundan keçir. Buranın inzibati ərazisi haqqında bir məlumat da deyim, tezlərə düşən. Bax, burada Xaçmaz rayonu ki var. Xaçmaz rayonunda bir rayonda iki şəhər var, bir rayon tabeliyində. Burada belə ki, yəni Xaçmaz şəhəri var, bir də şimalında Xudat şəhəri yerləşir. İndi gəlin baxaq Quba Xaçmaz iqtisadi rayonunun sənayesinə. Burada təbii ki, əsasən yüngül və yeyinti sənayesidir. Təbii ehtiyatlarından əsasən Siyəzəndə neft var və neft hasilatı var. Qubada mərmər təbii ehtiyatı var, əsasən seçilən. Quba Xaçmaz iqtisadi rayonunda müəssisələr olaraq, məsələn, Quba və Xaçmazda modul tipli istilik elektrik stansiyaları var, təbii qazla işləyən. Eyni zamanda Quba və Xaçmazda yenə, yəni buranın əsas inkişaf etmiş rayonları Quba və Xaçmazdır. Quba və Xaçmazda yenə meyvə-tərəvəz konserv müəssisələri fəaliyyət göstərir. Şabranda isə əsasən broilerdir, broiler quşçuluğudur. Siyəzəndə də eyni zamanda Siyəzən broiler var. Xaçmazda həmçinin Xudatda balıqçılıq müəssisələri də vardır. Bax, bu bunun əsas sənayesidir. Mineral bulaqları ilə məşhurdur. Qubada Cimi, Xaşı, Xaltan, Şabranda isə Qalaltı mineral bulaqları məşhurdur. İqtisadi rayonun çox böyük turizm potensialı var. Xüsusilə Quba rayonu burada seçilir. Buna görə ümumiyyətlə Quba, Qusar rayonlarında təbii ki, burada xüsusilə təbiətin daha çox meşə landşaftının olması, dağlıq və düzənlik ərazilərin çox olması, xüsusi belə deyək, təbii gözəlliyin olması buranın turizm potensialını formalaşdırır. Çimərlik turizmi də var amma, çünki burada görürük ki, Xaçmaz, Şabran və Siyəzənin dənizə çıxışı var. Məsələn, xüsusilə biz Xaçmazda Nabıran ərazisini misal göstərə bilərik çimərlik turizminə. Bu belə. Bundan başqa kənd təsərrüfatından desək, burada Quba Xaçmazda əsasən tumlu meyvəçilikdir. Tumlu meyvəçilik. Tumlu meyvəçilik nədir? Yəni alma, armud, gilas kimi meyvəçilikdir ki, tumlu meyvəçilik burada geniş yayılmışdır. Tərəvətçilikdə baxın, testlərdə çox düşür. Bu gec yetişən tərəvətçilik bura üçün xarakterikdir. Gec yetişən tərəvətçilik xarakterikdir. Burada. Bundan başqa təbii ki, burada həm taxılçılıq var, həm kartofçuluq var, üzümçülük var. Burada həm yay, həm qış otlaqları var. Çünki təbii ki, həm düzən, həm dağlıq ərazi olduğuna görə heyvandarlıqda südlü ətli maldarlıq, quşçuluq və eyni zamanda dağlıq ərazilər olduğuna görə burada qoyunçuluq da inkişaf etdirilir. Quba Xaçmaz iqtisadi rayonundan da bu qədər. Növbəti olaraq biz keçək buradan Şəki-Zaqatala iqtisadi rayonuna. Hansı ki, Şəki-Zaqatala iqtisadi rayonu Azərbaycanda sahəsinə görə ikinci ən böyük iqtisadi rayondur. Baxaq. Deməli, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ bura aiddir. Qarabağdan sonra ikinci ən böyük iqtisadi rayonumuz məhz Şəki-Zaqatala iqtisadi rayonu hesab olunur. Belə ki, tərkibinə daxildir Şəki şəhəri, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ inzibati rayonları. Burada Respublika əhəmiyyətli təbii ki, Şəki şəhərinin adını çəkə bilərik. Şəki-Zaqatala iqtisadi rayonuna aid əsas nəyi bilməliyik? Birincisi, biz görürük ki, bunun bütün əraziləri xarici ölkə ilə sərhəddi var. Yəni, bütün rayonlarının xarici ölkə ilə sərhəddi var. Bütün rayonların Rusiya ilə təbii ki, gördüyümüz kimi, baxın, burada sərhəddi var. Eyni zamanda 3 dənə rayonu var ki, bunlar Balakən, Zaqatala, Qaxdır. Bunların həm Rusiya, həm də Gürcüstanla, yəni iki ölkə ilə sərhəddə malikdir. Təbii ki, bu elə özü kifayət edir ki, yəni həm Rusiya, həm Gürcüstana qonşuluğun olması kifayət edir. Biz deyək ki, Şəki-Zaqatala iqtisadi coğrafi mövqeyinə görə əlverişlidir. Eyni zamanda təbii ki, Gürcüstana gedən nəqliyyat yolları da var ki, burada gördüyünüz kimi Şəki-Zaqatala iqtisadi rayonundan keçir. İndi Şəki-Zaqatala iqtisadi rayonunun təbii ehtiyatlarında tikinti materiallarda bu o qədər də əhəmiyyətli deyil, onsa bütün iqtisadi rayonlarımızda var tikinti ehtiyatları. Burada ən əhəmiyyətlisi polimetaldır. Niyə görə? Polimetal bilirsiniz ki, ümumiyyətlə filizlər bilirik ki, əsasən Kiçik Qafqazdadır. Böyük Qafqazda biz filiz adı çəkəndə Şəki-Zaqatala deyirik. Xüsusilə Balakən-Zaqatala rayonlarını deyirik. Orada polimetal ehtiyatları var. Ən böyük filiz çaydır. Mazımçaydır, Kaz dağıdır. Bax, bunlar bizim əsas polimetal yataqlarımızdır. Filiz faydalı qazıntılarımız
vardır burada. Buranın energetikasında biz Şəki şəhərində modul tipli isti elektrik stansiyasını deyirik. Bir də eyni zamanda təbii ki, yenə də Mingəçevirdən bura elektrik alınır. Bu Şəki Zaqatala iqtisadi rayonunda əsas biz məsələlərdən birinci məsələn kənd təsərrüfatına baxsaq, burada qərzəkli meyvəçilik inkişaf etmişdir. Qərzəkli meyvəçilik nədir? Məsələn, qoz, fındıq kimi meyvələrdən gedir söhbət. Qərzəkli meyvəçilik inkişaf etmişdir. Eyni zamanda burada taxıl əkinləri, çəltik əkinləri, tütün əkinləri, çay əkinləri, qızılgül belə vardır. Burada bilirik ki, məsələn, çəltik dedik, tütün dedik. Burada niyə yox Şəki Zaqatala? Təbii ki, müəyyən qədər rütubətli ərazilərin olduğuna görə. Çünki çəltik deyəndə məsələn bir Lənkəran astarı gəlir ağlımıza, bir də bura. İkisini də birləşdirən nisbətən rütubətli ərazilər olmasıdır. Burada qızılgül, xüsusilə Zaqatalada bu yerləşir. Həmçinin orada qızılgül yağı müəssisəsi də var eyni zamanda. Taxılçılıq dedik inkişaf edib. Çay, tütün, taxıl, çəltik burada inkişaf etmişdir. Burada heyvandarlıqdan məsələn camışçılığın biz adını çəkə bilirik. Bundan başqa maldarlıq, qoyunçuluq burada inkişaf etmişdir. Həmçinin baramaçılıq da inkişaf etmişdir. Burada yadda saxlamaq lazımdır ki, Şəkidə ipək kombinatı var. Zaqatalada dedik qızılgül yağı müəssisəsi var. Qəbələdə isə meyvə tərəvəz konservi var. Baxın, meyvə tərəvəz konservini bayaq mən Xaçmazda və Qubada da demişdim. İndi isə Qəbələdə də deyirəm ki, meyvə tərəvəz konservi zavodu var. Eyni zamanda Zaqatalada fındıq təmizləmə fabriki də yerləşir ki, bax biz bunları bilməliyik. Burada eyni zamanda tarixi abidələri ilə məşhurdur. Bilirsə, ən məşhuru Şəki Xan Sarayıdır. Bundan başqa təbiətinin gözəlliyi, burada həm Qanıq Hərəçay düzənliyində düzənlik ərazilərin, həm də Baş Qafqaz silsiləsi, dağlıq ərazilər burada yerləşir. Ona görə bu iqtisadi rayonda turizm potensialı da çox böyükdür. Bayaq da dediyim kimi, əgər burada həm düzənlik, həm dağlıq ərazi varsa, bu nə mənaya gəlir? Avtomatik burada həm yaylaq, həm də qışlaq var. Qoyunçuluğun inkişafı üçün bu müsbət hesab olunur. Eyni zamanda nəqliyyat yollarından burada baxın, Yevlaxdan Balakənə gedən nəqliyyat yolu var. Baxın, bax buradan Yevlaxdan Şəkiyə gəlir. Buradan daha sonra qalx, Balakən, Zaqatala və Balakənlə davam eləyir ki, Yevlax-Balakən yolu da bu ərazidən keçir. Həmçinin gördüyünüz kimi Bakıdan birbaşa olaraq əvvəlcə Abşeron rayonu, daha sonra Dağlıq Şirvandan keçən magistral Şəki Zaqatalaya gəlir və buradan keçir. Yəni burada həmçində magistralların, eyni zamanda dəmir yollarının keçdiyi bir ərazidir. Şəki Zaqatala iqtisadi rayonunu da beləcə bitiririk və keçirik bizim üçün digər bir iqtisadi rayona. Bu Dağlıq Şirvandır. Baxın, burada İsmayıllı, Ağsu, Şamaxı və Qobustan 4 dənə rayonundan əmələ gələn iqtisadi rayonumuz. Burada təbii ki, Respublika əməkli şəhər yoxdur. Bu iqtisadi rayon iqtisadi mövqeyinə görə əlverişsiz hesab olunur. Bax, bunu yadda saxlayın. Niyə görə əlverişsiz hesab olunur? Çünki adından da göründüyü kimi Dağlıq Şirvan, dağlıq ərazidir. Dağlıq olduğuna görə nəqliyyat burada xüsusilə çətindir. Nəqliyyat çətin olanda da avtomatik digər bütün iqtisadi sahələr çətin olur. Çünki iqtisadiyyatın bütün sahələri, istehsalçı, istehlakçı, kənd təsərrüfatı sahələri, sənaye müəssisələri sahələri fərqi yoxdur. Hamısı nəqliyyatla bir-birinə bağlanır. Burada dağlıq ərazi olduğuna görə burada nəqliyyat yollarının həm çəkilməsi çətindir, həm də xüsusən məsələn qış aylarında, şaxtarlı vaxtlarda burada hərəkət çətin olduğuna görə eyni zamanda burada fikir verirsiniz, dəmir yolu xətləri çəkilmir bu ərazidən, böyük dəmir yolu xətləri, çünki dağlıq ərazi üçün bu uyğun hesab olunmur. Buna görə də bu coğrafi mövqeyə eyni zamanda görürsünüz ki, heç bir xarici ölkəyə də sərhəddi yoxdur, Xəzərə də çıxışı yoxdur, Bakı ilə də qonşuluğu yoxdur. Ona görə də bu iqtisadi rayon coğrafi mövqe olaraq zəif coğrafi mövqeyə sahib hesab olunur. Burada əsasən nə var? Burada əsasən şərabçılıq var. O da nə ilə əlaqədardır? Üzümçülüyün burada olması ilə. Ümumiyyətlə Dağlıq Şirvanda iki şey yadda saxlayın. Taxılçılıq və üzümçülük var əsasən. Və o üzümçülüyə görə burada həmçində şərabçılıq da var. Bir də süd məhsulları, süd pendir. Ən azından düşünürəm ki, o Şamaxının şoru ilə məşhur olmasını da ən azından eşitmisiniz. Və yaxud da marketlərdə görmüsünüz şorları, pendirləri. Oradan yadda saxlamaq olar ki, burada süd məhsulları, pendir məhsulları daha çoxdur. Bir də bu ərazidə Şamaxıda xalçaçılıqla məşhurdur. Burada İsmayıllıda Baskal var, ipəkçilik. Eyni zamanda o Baskal adı altında firma da var Azərbaycanda. İpək məhsulların belə deyək də olduğu yüngül sənaye. Eyni zamanda burada Lahaç kəndi var, Lahaç qəsəbəsi var ki, orada misgərlik var, qədim sənətkarlıq sahəsi qorunur, saxlanılır orada. Buraya üçün biz təbii ki,
dağlıq ərazi olduğuna görə üzümçülük və taxılçılıq, xüsusilə də dəmiyə şəraitində burada işləyir. Dəmiyə nədir? Yəni suvarma olmadan da dağlıq ərazi olduğuna görə. Eyni zamanda burada biz arıçılıq, baramaçılıq və qoyunçuluğun adını çəkirik. Niyə görə? Çünki arıçılıq, baramaçılıq da adətən dağlıq ərazilərdə olur. Qoyunçuluq da dağ ətəyində olur daha çox. Buna görə də bu ərazilərdə biz bu heyvandarlıq sahələrinin xüsusilə adını çəkirik. Beləcə Dağlıq Şirvandan sonra biz keçirik növbəti böyük və əhəmiyyətli iqtisadi rayonumuza. Bu hansıdır? Gəncə Daşkəsən iqtisadi rayonudur. Gəncə Daşkəsən iqtisadi rayonunda biz baxın buradan Samux rayonunu götürürük. Buradan Goranboy rayonu, daha sonra buradan Göygöl rayonu, Daşkəsən rayonu, bir də burada 2 dənə şəhər, Gəncə şəhəri və Naftalan şəhəri. Deməli, Gəncə və Naftalan şəhərləri Samux, Goranboy, Göygöl və Daşkəsən rayonlarını biz aid edirik Gəncə Daşkəsən iqtisadi rayonuna. Gəncə Daşkəsən iqtisadi rayonu təbii ki, Azərbaycanın əsas inkişaf etmiş mərkəzlərindən biridir. Urbanizasiya səviyyəsi yuxarı olan, yəni belə deyək də, şəhər əhalisinin üstün olduğu 3 dənə iqtisadi rayondan biridir. Azərbaycanda 3 dənə iqtisadi rayon var ki, testlərdə düşür tez-tez. Şəhər əhalisinin payının üstün olan. Biri Bakıdır, biri Abşeron Xızıdır, biri də Gəncə Daşkəsəndir. Bax, bu 3 dənə iqtisadi rayondur. Gəncə Daşkəsən iqtisadi rayonunda 2 dənə ölkə ilə sərhəddir, Gürcüstanla və Ermənistanla. Gürcüstanla sərhəddə olan gördüyünüz kimi Samux rayonudur. Ermənistanla sərhəddə olan isə Daşkəsən rayonu hesab olunur. Burada Daşkəsənin iqtisadi coğrafi mövqeyinin əsas əhəmiyyətli hissələrindən biri onun Azərbaycanı, Gürcüstan və həmçinin Türkiyə ilə birləşdirən əsas xəttlərin, yolların üzərində olmasıdır. Bəlkə belə ki, biz bilirik ki, istər Bakıdan Qazaxa gedən avtomobil yolu olsun və yaxud da Ağstafa ilə gedən dəmir yolu xəttimiz olsun, həmçinin bu ərazidən keçən boru kəmərlərimiz olsun, məsələn Bakı-Tbilisi-Ceyhan olsun, Bakı-Qars olsun və s. Bunlar hamısı son nəticədə hardan keçməlidir? Gəncə Daşkəsən iqtisadi rayonundan keçməlidir. Bu da buranı bir nəqliyyat yollarının keçdiyi bir mərkəz halına gətirir. Eyni zamanda buradakı Gəncə şəhəri 4 dənə nəqliyyat qovşağından biridir. Bilirik ki, Azərbaycanın 4 nəqliyyat qovşağı var. Bakı şəhəri, Şirvan şəhəri, Yevlax şəhəri və Gəncə şəhəri Azərbaycanın 4 əsas nəqliyyat qovşağı hesab olunur. Təbii ehtiyatlar boldur. Təbii ki, xüsusilə Daşkəsən filiz faydalı qazıntılarla boldur. Bildiyiniz kimi burada dəmir ehtiyatları var. Yuxarı Daşkəsən, Hamançay Dəmiroğlu, həmçinin alinit var burada, Zəylik alinit yatağı. Bundan başqa Göygöldə biz bilirik ki, barit ehtiyatları var. Ümumiyyətlə Gəncə Daşkəsən təbii ehtiyatlarla bol bir ərazi. Naftalanda burada müalicəvi neft var, yanmayan neft, balinoji ehtiyatdır. Bura həmçinin də belə insanların rekreasiya ehtiyatdır. Yəni insanlar bura gəlirlər müalicə məqsədi ilə. Bundan başqa burada Daşkəsəndə mərmər ehtiyatları var bildiyimiz kimi. Eyni zamanda biz burada qızıl, mis və gips ehtiyatları kimi ehtiyatların da adlarını çəkirik. Burada bir çox müəssisələr inkişaf etmişdir. Həm yüngül, həm qida sənayesi. Burada məsələn xalçaçılıq var, pambıq təmizləmə var. Bundan başqa burada metallurgiya var. Xüsusilə Gəncə alüminium zavodunun adını çəkə bilərik biz ki, burada Daşkəsəndən çıxarılan deməli bilirik ki, alinit yatağı, Zəylikdən çıxarılan alinit burada əvvəlcə Quşçala başlı dəmir yolu ilə daşınır. Daha sonra Gəncədə bu alinitdən alüminium oksid alınır və Sumqayıta göndərilir ki, Sumqayıtda ondan saf alüminium alınır. Bundan başqa Gəncədə kimya sənayesi də var. Burada sulfat turşusu, lak boya istehsalı, kalium gübrələri istehsalı da mövcuddur. Həmçinin Gəncədə maşınqayırmanın da inkişafı vardır. Eyni zamanda burada kənd təsərrüfatı maşınqayırması da vardır. Həmçinin Belarus traktorları da bu ərazidə yığılır. İqtisadi rayonun enerji olan tələbatı isə əsasən Yenikənd su elektrik stansiyası, bir də Gəncədə yerləşən isti elektrik stansiyası hesabına ödənilir. Gəncə Daşkəsənin kənd təsərrüfatından danışdıqda isə əsasən kartofçuluq, üzümçülük, taxılçılığın, bir də heyvandarlığın adını çəkə bilərik. Eyni zamanda burada bilməlisiniz ki, ət, süd, qənnadı, şərab, konyak istehsalı da Gəncə Daşkəsən iqtisadi rayonunda vardır. Daha sonra biz keçirik Qazax Tovuz iqtisadi rayonuna. Qazax Tovuz iqtisadi rayonuna Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlara aiddir. Burada təbii ki, respublika şəhər yoxdur. Rayonlarla şəhərlərin sayı eynidir. Bu
5 inzibati rayondan yalnız və yalnız Şəmkir rayonunun xarici ölkəyə çıxışı yoxdur. Bax gördüyünüz kimi. Digər 4-ünün də xarici ölkəyə çıxışı var. Belə ki, Gədəbəyin bir Ermənistana çıxışı var sərhəd olaraq. Amma Qazax Ağısava Tovuzun həm Ermənistana, həm də Gürcüstana sərhəddi vardır. Qazax Tovuz iqtisadi rayonunda əsas sahələr təbii ki, kənd təsərrüfatı sahələri, yəni kənd əhalisi daha üstündür burada, təbii ki. Bu ərazidə taxılçılıq, kartofçuluq, üzümçülük əsas sahələr hesab olunur. Bir də təbii ki, heyvandarlıq, üzümçülüklə bağlı olaraq burada şərabçılıq da inkişaf etdirilmişdir. Təbii ehtiyatlarından burada Qazaxda bilirsiniz ki, Daşsalahlı kəndində bentoin gili var ki, o qara metallurgiyada qəlib kimi istifadə olunur. Azərbaycanda Tovuzda biz seolitin adını çəkə bilərik. Həmçinin burada sement ehtiyatları var. Gədəbəydə biz bilirik ki, qoşa qızıl yatağı var, eyni zamanda mis yatağı var. Bununla bağlı olaraq Gədəbəydə mis qızıl hasilatı və onun saflaşdırılması müəssisələri də var. Hətta biz Azərbaycan energetikasını keçəndə yadınıza gəlirsə belə bir şey demişdik ki, Azərbaycanda ilk su elektrik stansiyası Gədəbəyin Qala kəndində tikilib. Niyə görə? Oradakı mis zavodunu təmin eləyə bilmək üçün. Gədəbəydən danışırıqsa, təbii ki, kartofçuluqla ixtisaslaşmasından başqa burada Slavyanka mineral bulağının olmasına və Slavyanka sularının da buradakı adın mütləqi çəkməliyik Gədəbəydə. Burada dedik ki, qızıl ehtiyatı var. Buradan Azərgold şirkəti qızıl ehtiyatını çıxaran şirkətdir və Ayrın brendi adı altında belə deyək də qızıl küplər alında o dünyaya bunu satır. Qazax Tovuz iqtisadi rayonunun əsas enerji mənbəyi isə təbii ki, burada gördüyümüz Şəmkir su anbarı, Şəmkirçay su elektrik stansiyası hesab olunur. İqtisadi rayonun əhalisi 690 min nəfəri keçmişdir. Ərazisi isə 7000 kvadrat kilometrdir təqribən. Əsas iqtisadi rayonun coğrafi mövqeyini təyin edən əsas məsələlər isə təbii ki, Gürcüstana gedən yollar üzərində yerləşməsidir. Yəni bu Qazaxa gedən magistral, Ağsafadan gedən dəmir yolu xətti bu iqtisadi rayondan. Eyni zamanda o bayaq dediyim kimi neft qaz kəmərləri də, yəni Gürcüstandan keçib sonra Türkiyəyə getməlidir. Buradan Ermənistanla aramız olmadığına görə. Və bu gedən kəmərlərə təbii ki, son bir halda hardan keçməlidir? Qazax Tovuz iqtisadi rayonundan keçməlidir. Daha sonra biz keçirik Azərbaycanın sahəsinə görə ən böyük, həm də tərkibindəki inzibati rayonların sayına görə ən çox olan iqtisadi rayonumuz Qarabağ iqtisadi rayonumuz. Qarabağ iqtisadi rayonuna daxildir. Bax, burada gördüyünüz Tərtər rayonu, Bərdə, Ağcabədi, Füzuli, Xocavənd, daha sonra burada Xocavənd rayonu, daha sonra baxın burada Ağdam və Xocalı rayonları qaldı, Şuşa şəhəri, Xankəndi şəhəri. Bir də burada xəritədə verilməyib, çünki bu təzə salınıb. Burada Ağdərə rayonunda var. O təqribən bu ərazidə Ağdərə rayonunda var. Təxminən bu hissəyə qədər. Ağdərə rayonu. Deməli, Xankəndi və Şuşa şəhərləri, bundan başqa Tərtər, Bərdə, Ağcabədi, Füzuli, Xocavənd, Xocalı, Ağdam və Ağdərə rayonları yerləşir ki, bu Azərbaycanda sahəsinə görə ən böyük iqtisadi rayondur. Əhalisinin sayı isə 900 min nəfərdən çoxdur. Təxmini 908 min nəfər olmalıdır əhalisi. Qarabağ iqtisadi rayonunun bilirik ki, böyük bir ərazisi, xüsusilə də qərb hissəsi. Baxın, bu qırıq-qırıq xətt ki var. Bundan qərbdə qalan hissə, bax, böyük bir ərazisi işğal altında olmuşdur. Bu işğal altında olan ərazi təbii ki, bizim o 44 günlük vətən müharibəmizdə azad olundu və bu Qarabağ iqtisadi rayonu artıq tam olaraq Azərbaycan Respublikasının nəzarəti altındadır və burada böyük qayıdış planı başlamışdır Qarabağa. Belə ki, məcburi köçkün olmuş şəxslərin mərhələli şəkildə Qarabağa qayıdışı baş verir. Burada Qarabağ iqtisadi rayonu haqqında biz nə bilə bilərik? Birincisi bilə bilərik ki, bunun cəmi bir dənə rayonunun xarici ölkəyə sərhəddi var. O da Füzuli rayonunun İrana sərhəddi var. Bu birinci bilməli olduğunuz məsələ. Sonra bilməlisiniz ki, bu Ələt-Culfa dəmir yolu və yaxud da avtomobil yolları ki deyirik. Bax, bu ərazidən keçən yollar hər ikisi burada Füzuli rayonundan mütləq ki keçməlidir. Bu ikinci məsələ. Daha sonra biz burada bilməliyik ki, Ağdam rayonunda burada sənaye parkının təməli qoyulmuşdur.
testlərdə düşə bilər bizə Ağdam Sənaye Parkı. Eyni zamanda biz burada bilməliyik ki, burada baxın Sərsəng su anbarı var Tərtər çay üzərində. Eyni zamanda müharibə vaxtı hamımızın yaxından izlədiyimiz Suqovuşan su elektrik stansiyaları alındı düşməndən və artıq Suqovuşan 1 və Suqovuşan 2 su elektrik stansiyaları bərpa olundu. Bundan başqa Qarabağın həm düzənlik, həm dağlıq ərazisi var. Ona görə çox böyük kənd təsərrüfatı potensialı var. Həm istər qoyunçuluq üçün, istər maldarlıq üçün, istər bağçılıq üçün, istər pambıqçılıq üçün. Bundan başqa bu ərazinin turizm potensialı təbii ki çox böyükdür, təbiətinə görə təbii ki. Bundan başqa burada həmçində sənaye sahələri də artıq salınır. Məsələn, bayaq dediyim Ağdam Sənaye Parkı kimi. Bir də Füzulidə burada hava limanı tikilmişdir sonlara. Bunun da artıq bilməliyik biz. Hətta istifadəyə də verilib həmin hava limanı. Bundan başqa burada bir zəfər yolumuz var bizim ki, biz bunu bilməliyik. Füzulidən Şuşaya gedən zəfər yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa ərazilərindən keçir. Bax, bunu əzbər olaraq hamımız bilməliyik. Füzulidən başlayır, Xocavənd və Xocalıdan keçdikdən sonra Şuşada bitir bu yol. Bundan başqa burada bir də Xankəndindən Yevlaxa yol var. Yevlax Xankəndi yolu da bu ərazidə yerləşir. Dəmir yolu xətti yerləşir burada. Qarabağ İqtisadi rayonundan da bu qədər. Daha sonra keçirik Şərqi Zəngəzur İqtisadi rayonumuza. Şərqi Zəngəzur İqtisadi rayonumuza daxildir Kəlbəcər rayonu. Daha sonra baxın burada Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları. Bu iqtisadi rayonda Şəki-Zaqatala ilə bir ortaq cəhəti var. Bunun da daxilində olan bütün inzibati rayonların xarici ölkəyə sərhəddi var. Sadəcə burada məsələ necədir? Kəlbəcərin, Laçının, Qubadlının tək Ermənistandan sərhəddi var. Cəbrayılın tək İrandan sərhəddi var. Zəngilanın həm Ermənistan, həm də İranla sərhəddi var. Yəni iki ölkə ilə sərhəddə malik rayonumuz hesab olunur. Zəngilan demişkən, Zəngilanın özündə də hava məkanı, yəni hava limanı istifadəyə verilib. Qarabağ İqtisadi rayonunda Füzulini dedik. Şərqi Zəngəzurda isə Zəngilan dedik ki, hava limanı burada açılmışdır. Eyni zamanda burada Ağalı kəndi, Ağıllı kənd. Baxın, adı da oxşayır. Ağalı kəndi, Ağıllı kənd layihəsi başa çatdırılmışdır. Eyni zamanda burada Laçın rayonunda məşhur Güləbir su elektrik stansiyası var. Kəlbəcərdə isə Kəlbəcər 1, Çıraq 1 və Çıraq 2 su elektrik stansiyaları tikilmişdir. Eyni zamanda Kəlbəcərdə isti su mineral bulağı məşhurdur. Eyni zamanda hər halda özünüz də gördünüz ki, bir neçə ay əvvəl artıq həmin isti su mineral bulağının suyu bizdə belə deyək də sənayeləşdirdi. Yəni ölkəyə satışa çıxarıldı. Bu da növbəti bir sahə kimi orada inkişaf etdirildi, mineral su doldurma kimi. Bundan başqa burada Cəbrayıl rayonu ərazisində Araz Vasi İqtisadi Zonası Sənaye Parkının yaradılması işləri gedir. Eyni zamanda bayaq Füzulidən dediyimiz yollar, dəmir və avtomobil yolları həm Cəbrayıl, həm də Zəngilandan burada keçməlidir və bu da təbii ki bunların hamısının daha aktiv istifadə oluna bilməsi üçün burada Zəngəzur dəhlizinin olması vacibdir. Belə ki, bu Zəngəzur dəhlizi olduqdan sonra buradan Naxçıvanla birbaşa dəmir yolu və avtomobil yolları işləyə biləcək ki, burada da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının xüsusi əhəmiyyəti vardır. Şərqi Zəngəzurda həm yay, həm də qış otlaqları vardır. Buna görə burada qoyunçuluğun inkişafından xüsusi belə deyək də perspektivi var. Həmçində arıçılıq. Ümumiyyətlə burada yerləşən Qarabağ vulkanik yaylası, dağ çəmənləri, yəni burada həm arıçılıq, həm də qoyunçuluq üçün böyük potensial vəd edir. Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonunda milli azlılar olaraq kürdlər də yaşayır ki, bax bunu da yadınızda saxlayın. Ümumilikdə hələ ki əhali sayı daha azdır, 300 mindən çoxdur əhali sayı. Əhali sıxlığı da azdır. Təbii ki, bu da nə ilə əlaqədardır? Təbii ki, uzun müddət işğal altında olmuşdur. İndi zaman keçdikcə bizim insanlarımız, məcburi köçkünlərimiz ora mərhələli şəkildə qaytarılacaq və bu problem də öz həllini tapmış olacaq. Bizim növbəti iqtisadi rayonumuzsa gəlir Mərkəzi Aran İqtisadi rayonu. Mərkəzi Aran İqtisadi rayonu daxildir Mingəçevir və Yevlax şəhərləri. Bundan başqa Ağdaş, Ucar, baxın burada Göyçay, Kürdəmir, daha sonra Kürdəmir və Zərdab rayonları. Bax bunlar aiddir Mərkəzi Arana. Bir daha deyirəm, Mingəçevir və Yevlax şəhərləri, Ağdaş,
Ucar, Zərdab, Kürdəmir kimi, həmçinin Göyçay rayonları Mərkəzi Aran İqtisadi rayonuna əmələ gətirir. Mərkəzi Aran İqtisadi rayonunda təbii ki, Mingəçevir Yevlax sənaye qovşağı yerləşir. Burada Yevlax nəqliyyat qovşağı yerləşir. Əsas inkişaf etmiş şəhərləri təbii ki, Mingəçevir və Yevlax şəhərləridir. Əhalisi yekçinsdir. Yəni elə bir biz burada mineral azlığı adı çəkmirik, daha doğrusu milli azlıq adı çəkmirik. Bundan başqa buranın mineral ehtiyatlarından nə var? Neft var, xüsusilə Kürdəmir ərazilərində bilirsiniz. Burada mezo yaşlı neft yataqlarımız bura düşürdü bizim o ümumiyyətlə Kürə Zubalında bilirsiniz. Murad Xanlı Molla kənd mezo yaşlı neft yataqlarımız var idi. Bundan başqa ərazi bilirsiniz ki, xüsusilə Mingəçevir şəhəri Azərbaycanın energetika mərkəzidir. Burada yerləşən Mingəçevir su elektrik stansiyası, eyni zamanda Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası, yəni DRES-i, Azərbaycan DRES-i məhz Mingəçevirdə yerləşir və əsas enerji belə deyək də təminatçımız hesab olunur bu şəhər. Eyni zamanda Mingəçevirdə sənaye parkı da var. Həmin sənaye parkında energetika avadanlıqları müəssisələri yerləşir. Bunu da yadda saxlamaq düşünürəm ki, rahatdır. Yəni energetika varsa, energetika avadanlıqları istehsalda məhz Mingəçevir şəhərində yerləşir. Buradan eyni zamanda Varvara, Mingəçevirdən başqa bunun şərqində bilirik ki, Varvara su elektrik stansiyası da var ki, ümumiyyətlə bu su elektrik stansiyaları, bu Azərbaycan DRES-i buradakı istehsal olunan elektrik sırf öz tələbatı üçün deyildir. Təbii ki, öz tələbatından daha çoxdur burada elektrik və bu enerji Azərbaycanın demək olar bütün iqtisadi rayonlarına ötürülür və onlar üçün əsas rol oynayır. Burada Yevlax dedik ki, əsas bizim nəqliyyat qovşağımızdır. Çünki həm buradan, baxın, Bakıdan Gürcüstana tərəf gedən, yəni hansı ki, Gəncə, Daşkəsəndən, Qazax, Tovuzdan keçən yollar var idi, ya magistral, dəmir yolu. Bunlar təbii ki, Mərkəzi Arandan keçir. Həm də buradan Yevlaxdan bu yolların qolları ayrılır. Məsələn, Yevlax-Xankəndi dəmir yolu, Yevlaxdan Balakənə gedən yol, həm Balakənə, həm Xankəndi, həmçinin Yevlaxla Mingəçevirin öz arasında da var 19 kilometrlik yol. Bunlar nədir? Yevlaxdan paylanan yollardır ki, buranın əsas belə deyək ki, nəqliyyat əhəmiyyəti hesab olunur. Təbii ki, xarici ölkəyə heç bir rayonun, şəhərinin xarici ölkəyə çıxışı yoxdur. Kənd təsərrüfatı sahəsi olaraq təbii ki, istiqura ərazidir. Burada əsasən pambıqçılıq xarakterlidir. Ümumiyyətlə Kürə Zubalın gördüyünüz testlərdə pambıqçılıq birinci halınıza gəlsin. Çünki pambıq aqroiqlimə çox tələbkardır. İstiyə daha çox tələbkar olduğuna görə. Burada Mingəçevirdə pambıq parça istehsalı var. Bunu da yadda saxlayın. Bu Azərbaycan sənayesi mövzusunu oxuyanda görəcəksiniz. Yevlaxda isə yunun ilkin emalı var. Yaxşımı? Yevlaxda yunun ilkin emalı, Mingəçevirdə isə pambıq parça istehsalı var. Bundan başqa ərazidə taxılçılıq, bostançılıq, üzümçülük müəssisələri də vardır. Daha sonra biz danışacağıq Şirvan-Salyan İqtisadi rayonundan. Şirvan-Salyan İqtisadi rayonundan danışarkən biz, baxın, burada Hacıqabul rayonu, Şirvan rayonu, Neftçala rayonu, buradan, üzr istəyirəm, bunu səhv çəkdim. Bir dəqiqə. Hacıqabul. Buradan Hacıqabul rayonu, Şirvan, Neftçala, Biləsuvar rayonları. Bir də burada Şirvan şəhəridir. Deməli, Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonları. Baxın, bir daha göstərirəm. Hacıqabul rayonu, Salyan rayonu, Neftçala rayonu, Biləsuvar rayonu. Bir də burada Şirvan şəhəri yerləşir ki, bunlar Salyan-Şirvan İqtisadi rayonuna əmələ gətirir. Şirvan şəhəri təbii ki, respublika əhəmiyyətli şəhərdir. Həmçinin də keçmiş adı Əl-Bayramlı, həmçinin nəqliyyat qovşağı hesab olunur Azərbaycanda Şirvan. Eyni zamanda da burada ərazi istehsal kompleksi Şirvan-Salyan yerləşir. Baxın, Şirvan-Salyan İqtisadi rayonunda əsas təbii ehtiyatları bir Neftçalada olan yodlu bromlu sudur. Bir də burada həm Neftçalada, həm Salyanda burada neft ehtiyatları var. Bunlar bu iqtisadi rayonun əsas faydalı qazıntılarıdır. Tikinti xammalını ümumiyyətlə demirəm mən. Çünki demək bütün iqtisadi rayonlarımızda var. Bundan başqa burada energetikasında biz əsasən Cənub DRES-inin adını çəkirik. Testlərdə də bu test düşür. Cənub DRES-i Şirvan şəhərində yerləşir. Dövlət Rayon Elektrik Stansiyası. Kənd təsərrüfatında yenə quru subtropik meyvəçilikdir. Aydın məsələdir. Bu da Bakı kimi, Abşeron, Xızı Abşeron kimi
isti quraq yerdir. Buna görə burada da quru subtropik meyvəçilik var. Eyni zamanda təbii ki, burada da pambıqçılıq var, burada da bostançılıq var. Yəni Kür zovalında olan şeylərdir. Bir də burada məsələn siz kartofla şəkər çuğundurunu yadda saxlaya bilərsiniz. Şəkər çuğunduru da niyə? İndi birazdan mən mil muğandan danışanda deyəcəm ki, burada şəkər istehsalı Azərbaycanda olduğuna görə şəkər çuğunduru lazım olur və bu da Şirvan, Salyan, İqtisadi rayonunda əkilir. Şirvan, Salyan, İqtisadi rayonu şimal, cənub və şərq-qərb dəhlizi, nəqliyyat dəhlizi üzərində yerləşir ki, bax bunu da yaddan çıxarmayın. Şimal-cənub deyəndə, yəni Rusiya ilə İranı birləşdirən yol, şərq-qərbdə aydın məsələdir. Şərqdən qərbə gedən yolların üzərində yerləşir. Belə ki, Bakıdan keçən bütün nəqliyyat yolları burada görürsünüz ki, gəlir, yəni qərbə tərəf gedənlər Hacıqabul rayonundan keçir. Eyni zamanda Şirvan şəhəri burada nəqliyyat qovşağıdır. Şirvan şəhərindən paylanır. Həmçinin cənuba doğru gedənlər də, yəni İrana tərəf gedənlər də yenə Salyan, Şirvan İqtisadi rayonundan keçməlidir. Buna görə yerləşir nəqliyyat yollarının üzərində. Burada xarici ölkə ilə sərhəddə bir dənə rayonumuz var. Biləsuvar rayonudur. İrandan sərhəddədir. Xəzərə çıxışı olan 2 dənə rayonumuz var. Burada Salyan və Neftçala. Neftçala həm də bilirsiniz ki, Kürün deltası yerləşir. Yəni Kürün mənsəbinin yerləşdiyi rayondur. Neftçalada yod brom istehsalı var, yadda saxlayın. Bir də burada Salyandan Neftçalaya burada dəmir yolu xətti də vardır. Neftçalada olan yod belə deyim müəssisəsi dünyanın ən böyük müəssisələrindən biri hesab olunur və dünyanın bir çox ölkələrində buradan yod satılır. Həmçinin Neftçala balıqçılıq üzrə də fərqlənir. Xüsusilə də burada olan Bankə qəsəbəsi. Bu ərazi, yəni ümumiyyətlə Xəzərə çıxışı olan bir çox rayonlarımızda var. Eyni zamanda Neftçala da burada bizim üçün balıqçılıqda fərqlənən ərazimiz hesab olunur. Növbəti baxacağımız iqtisadi rayon Milmuğan iqtisadi rayonudur. Milmuğan iqtisadi rayonu cəmi 4 dənə rayondur. Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarıdır ki, bunlar Milmuğan iqtisadi rayonunu əmələ gətirirlər. Bu iqtisadi rayon təbii ehtiyatları elə də bol deyil. Müəyyən qədər neft var burada İmişlidə, yəni Muradxanın düşür burada mövzuya yaşlı neft yataqları. Bir də ki, burada tikinti xammalı var əsasən. Amma başqa belə sırf spesifik təbii ehtiyatları azdır. İsti quraq bir ərazidir, yarım səhra quruçul ərazidir. Yenə də təbii ki, pambıqçılıq olacaq, yenə də quru subtropik meyvəçilik olacaq. Bir də burada xüsusilə şəkər çuğunduru fərqlənir. Yadda saxlayın ki, bax burada İmişli rayonunda bu çox məşhur faktdır və hamının bilməli olduğu faktdır. Testlərə çox düşür. İmişlidə burada 8-ci sinif dərsində bunun şəkli də var. Şəkər zavodu var. Müəssisə var burada, şəkər istehsalı olan və Azərbaycanda şəkər, ümumiyyətlə bilirik ki, biz dünyanın kənd təsərrüfatını keçəndə sizinlə demişdik ki, şəkər ya şəkər çuğundurundan alınır, ya şəkər qamışından alınır. Azərbaycanda bu şəkər çuğundurundan alınır. Bu da əsasən iqlimlə bağlı bir məsələ təbii ki, şəkər qamışı daha rütubətli ərazilərdə olur. İmişlidə tikilmiş bu şəkər müəssisəsi ilə Azərbaycan şəkər ithal edən ölkədən ixrac edən ölkəyə çevrilməyi bacarmışdır. Bundan başqa Milmuğan iqtisadi rayonu ət, süd və taxıl məhsulları istehsal edir. Xəritədən də gördüyümüz kimi bu iqtisadi rayonda 2 dənə rayonun xarici ölkəyə sərhəddi var. Bu Beyləqan və İmişli rayonlarıdır. Buradan o bayaq Naxçıvan istiqamətində gedən yollarımız ki var idi, Ələt-Colfa istiqamətli. Bunlar təbii ki, istər magistral olsun, istər dəmir yolu Milmuğan iqtisadi rayonundan keçir. Bir də ki, yenə deyirəm ki, İrandan sərhəddə olan 2 rayonu var, Beyləqan və İmişli rayonları. Həmçinin Hacıqabuldan Horadiz dəmir və həmçində avtomobil yolu, Yevlaxdan Ağcabədi Bəhramtəpəyə, Bəhramtəpənin özündən Biləsuvara gedən yollar, avtomobil yolları Milmuğan iqtisadi rayonundan keçməsi buranın əhəmiyyətini daha da artırır. Milmuğan iqtisadi rayonundan da bu qədər. İndi isə keçirik Lənkəran Astara iqtisadi rayonuna. Lənkəran Astara iqtisadi rayonunda hansı rayonlar var? Gəlin baxaq. Cəllabad, Yardımlı, Lerik, Astara, Lənkəran və Masallı rayonları var. Burada bir rayon daxilində, Lənkəran rayonu daxilində 2 şəhər var. Lənkəran şəhəri və Liman şəhərləri yerləşir. Lənkəran əsas şəhəridir təbii ki, iqtisadi rayonun. Burada maraqlı bir neçə məqam var. Birincisi, İranla sərhəd olanlar. Cəllabad, Yardımlı, Lerik, Astara. Bunlar İranla sərhəddir. Xəzərlə sərhəddə olanlar isə Lənkəran, Masallı və Astaradır. Burada Astaranın görürsünüz ki, həm İran, həm də belə demək olarsa Xəzərlə sərhəddi var. Bir də Lənkərana aid burada maraqlı cəhət odur ki, Lənkəranın baxın burada bu Qızılağac körfəzi ətrafı ərazidə Lənkərana aiddir. Masallıdan yuxarıda, həmçində Masallının cənubunda da Lənkəran özü
yerləşir. Bax bu Qızılağac körfəzi ətrafı, Qızılağac qoruğu da deyə bilərsiniz sonra. Bu fiziki coğrafi rayonlaşmada biz bunu Lənkəran vilayətinə aid eləmirik, Kür-Arazı aid edirik, Kürdağ çökəkliyinə. Amma iqtisadi rayonlarda biz bunu aid edirik Lənkəran Astara iqtisadi rayonuna. Bu da çox vaxt testlərdə istifadə olunur. Bunu da yadda saxlayın ki, yəni fiziki coğrafi rayonlaşma olaraq başqa yerə aiddir, iqtisadi rayon olaraq başqa yerə aiddir Qızılağac. Burada təbii ki, Azərbaycan ən rütubətli ərazisidir. Burada birincisi tez yetişən tərəvətçilik. Tez yetişən tərəvətçilik və yaxud da buna deyə bilərik faraş tərəvətçiliyi məşhurdur. Testlərdə bir düşən. Sitrus meyvəçiliyi məşhurdur burada. Bildiyimiz kimi. Burada limonu, portağalı, naringisi məşhurdur. Həmişə nə deyirdik fiziki coğrafiyada da bu bölgənin sarı torpaqları məşhurdur. Sarı rəngdə meyvələri məşhurdur. Bundan başqa Lənkəran Astara çəltikçiliyi ilə, çəltik, düyüsü ilə yəni, həmçinin də çayı ilə məşhurdur kənd təsərrüfatında. Deməli, tez yetişən tərəvətçiliyi, sitrus meyvəçiliyi, çəltiyi və çayı ilə Lənkəran Astara xüsusilə məşhurdur. Eyni zamanda burada Lənkəran və Masallıda meyvə tərəvəz konservləri var idi. Bax, xatırladım ki, bayaq Xaçmazda, Qubada, daha sonra Qəbələdə adını çəkmişdim meyvə tərəvəz konservlərinin. İndi isə Lənkəranda və Masallıda meyvə tərəvəz konservi sözünü işlədirəm. Daha sonra burada Cəllabadda şərab istehsalı var. Eyni zamanda Cəllabadda o məşhur Göytəpə su anbarı da yerləşir. Lənkəran Astara iqtisadi rayonu əhalisinin sayına görə Bakıdan sonra ikinci yerdədir. 960 min nəfər əhalisi var və əhalisində talışların xüsusi olaraq bilməlisiniz. Çünki burada əsasən iki millətli hesab olunur ki, burada talışlar da yaşayırlar Lənkəran Astara iqtisadi rayonunda. Həmçində təbii artımın daha çox olduğu iqtisadi rayondur. Həmçində uzun ömürlülüyün çox olduğu iqtisadi rayondur. Xüsusilə də Lerik rayonunda. Bir də qadınların üstün olduğu iqtisadi rayondur. Qadınların çox olduğu Azərbaycan əhalisində bunu keçmişdik. 3 dənə iqtisadi rayon var idi da. Quba, Xaçmaz, Dağlıq, Şirvan, bir də Lənkəran Astara idi. Təqribən eyni uzunluqda yerləşirlər, eyni meridian istiqamətdə. Lənkəran Astarada baxın, əhalisi çoxdur. Bakıdan sonra ikinci yerdədir. Milli azlığı var, talışlar var. Daha sonra Lənkəran Astarada dedik ki, qadınların payı daha üstündür cinsdə. Həmçinin təbii artım yüksəkdir, uzun ömürlülər diyarı hesab olunur. Bu da əhalisinə aid əsas məlumatlar idi. Sonuncu bir dənə də əhəmiyyətli məlumat deyim sizə, hansı ki testlərə düşən. Burada Astara və Lerik rayonlarında, baxın, Lerik və Astara rayonlarında modul tipli istilik elektrik stansiyaları fəaliyyət göstərir. Daha sonra biz keçək geri qalan sonuncu iqtisadi rayonumuz Naxçıvan iqtisadi rayonu, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi Naxçıvan iqtisadi rayonuna. Naxçıvan iqtisadi rayonunda biz Naxçıvan şəhəri, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Şərur və Sədərək rayonlarının adını çəkirik. Burada da bir neçə maraqlı məlumatlar var ki, bizim bilməli olduğumuz testlərdə çox işlənilən. Birincisi, burada əsas şəhər təbii ki, Naxçıvan şəhəri hesab olunur. Burada iki rayon var ki, mərkəzi fərqlidir. Demişdim ki, dərsə başladığında ki, 3 dənə də Azərbaycanda. Biri Abşeron demişdim, mərkəzi Xırdalan şəhərdir. 2 dənə də rayon var ki, Azərbaycanda mərkəzi Qəsəbədir. Bunların biri Sədərəkdir, biri də Kəngərlidir. Sədərəyin mərkəzi Heydərabad qəsəbəsidir. Kəngərlinin mərkəzi isə Qıvraq qəsəbəsi hesab olunur. Bax, bunu xüsusi yadda saxlayın. Sonra bu iqtisadi rayonda sərhəddə baxdıqda, biz sərhəddə yerləşən rayonlara baxdıqda. Baxın, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, həmçinin Şərur və Sədərək, bunların hamısının Ermənistana sərhəddi var. Eyni zamanda Ordubad, Culfa, Babək, daha sonra Kəngərli, Şərur, Sədərək, bunların həmçinin İrana da sərhəddi var. Sadəcə burada belə bir şey var ki, bunların hamısının həm İrana, həm də Ermənistana sərhəddi var. Bir dənə Şahbuzun burada tək Ermənistana sərhəddi var. Bir də burada bizim Sədərək rayonumuz var ki, Azərbaycanın sahəsinə görə ən balaca rayonudur, amma 3 ölkəyə sərhəddi olan yeganə rayonumuzdur. Belə ki, Türkiyə, Ermənistan və İrana sərhəddi var Sədərək rayonunun. İqtisadi rayonun həm coğrafi mövqeyinin həm əlverişli, həm də əlverişsiz cəhətləri var. Əlverişli tərəfi odur ki, təbii ki, Türkiyə ilə İranla həmsərhəd olması, nəqliyyat yollarının üzərində yerləşməsi. Mənfi tərəfi nədir? Təbii ki, Ermənistanla qonşuluq olması. Bir də burada Ermənistanın Zəngəzur ərazisini əlində saxlayaraq Azərbaycanla Naxçıvanın əlaqəsini kəsməsidir ki, bu bunun əsas mənfi tərəfi hesab olunur. Həm də o nəqliyyat yollarını müəyyən qədər burada əngəlləyir. Buna görə də
rayonunda buradan Şərqi Zəngəzur belə deyək, dəhlizini vacib edir Naxçıvanın əlaqənin qurulması üçün. Naxçıvan iqtisadi rayonu təbii ehtiyatlarla zəngindir, xüsusilə mineral sularla bura zəngindir. Burada mineral su doldurma çox inkişaf etmişdir. Burada Sira, Badamlı, Vayxır, Darıdağ kimi xeyli mineral su ehtiyatları var və bunlar mineral su doldurma olaraq burada inkişaf etmişdir. Eyni zamanda burada Duzdağ, Nehrəm kimi daş duz ehtiyatları var. Burada Ordubadda Paraqaçay, Diyaqçayda deməli mis molibden ehtiyatları var. Eyni zamanda burada polimetal ehtiyatları var Naxçıvan iqtisadi rayonunda, Şərurda. Yəni bir çox təbii ehtiyatlar var ki, bunları daha dəqiq bizim daha ətraflı bizim Azərbaycanın faydalı qazıntılar dərsindən videomuzdan baxa bilərsiniz. İndi burada Naxçıvan iqtisadi rayonunda bir kənd təsərrüfatına baxaq, bir də sənayesinə baxaq. Kənd təsərrüfatında burada yenə biri çəyirdəkli meyvəçilikdə məşhur olan, testlərdə də tez-tez gələn, bunu hamımız bilməliyik. Çəyirdəkli meyvəçilik nədir? Şaftalı, qaysı kimi yəni meyvələr nəzərdə tutulur çəyirdəkli meyvəçilik deyəndə. Eyni zamanda burada da yenə də taxılçılıq, üzümçülük, ətlik südlük, baxın diqqətin, xüsusilə ətlik südlük maldarlıq, eyni zamanda baramaçılıq inkişaf etdirilmişdir. Qaldı enerji potensialından. Naxçıvanda modul tipli elektrik stansiyası var. Burada sonra Arpaçayın üzərində Arpaçay su elektrik stansiyası var. Araz çayının üzərində Araz su qovşağı var ki, bax bunlar əsas su elektrik stansiyaları hesab olunurlar. Bir də bilirik ki, Naxçıvanda xüsusilə günəş enerjisi var. Günəşdən elektrik alınması var ki, harasa 20 megawatt gücündə burada Azərbaycanın ən güclü günəş elektrik stansiyası yerləşir. Əhalisə əsasən yekcinsdir. Təbii ki, Naxçıvan şəhəri ətrafında, xüsusilə cənub hissələrdə, yəni düzənlik hissələrdə daha sıx məskunlaşıb. Ona görə ki, bu şimal hissələri Zəngəzur və Dərəliyəz dağlarıdır. Dağlıq ərazilər olduğuna görə orada əhali sıxlığı daha azdır. Bax, bu bizim Azərbaycan Respublikasının iqtisadi rayonları oldu. Ümid edirəm ki, hər birinizə aydın oldu mövzu. Təbii ki, bu bir dəfəlik öyrənilməsi biraz çətin olan mövzudur. Video izahına da baxmalısınız. Yenidən xəritə üzərində yenə diqqətlə baxmalısınız. Qeydlər götürməlisiniz videodan. Əsas o dediyim testə düşən məsələləri əzbərləməlisiniz, kitabdan oxumalısınız və təbii ki, daha sonra da testlərin işləri artıq özünüzü sınaya bilərsiniz. Amma mən düşünürəm ki, bu videoda dediyim məlumatları bilsəz, həm Azərbaycan iqtisadi rayonları testlərində, həm də ümumiyyətlə Azərbaycan iqtisadında təbii ki, indi mən bütün sənayeni və kənd təsərrüfatını burada danışa bilməzdim və yaxud da bütün təbii ehtiyatları. O zaman bu video gərək saatlarla davam edərdi. Əsas məqamları vurğulamağa çalışdım ki, orada da sizə köməkçi olsun bu video təkrar üçün, öyrənmək üçün. Sağ olun, görüşərik inşallah gələn dərslərdə.